Alqoritmin nəticəsini müəyyən edin. Deməli, n 1-dir, k 6 və s 0-dır. N çıx k 6-dan kiçik olduğu müddətdə 6-dan kiçikdir, -5 eləyir. Kiçik olduğu müddətdə s-in üzərinə n-kanın hasili gəlməlidir. N-kanın hasili 6-dır və bu s-in üzərinə gəlinir. N bir vahid artır hər dəfəsində, k bir vahid azalır. Və dövr etdikdə yenə də biz hə deyəcəyik. N çıx k 6-dan kiçikdir və bu halda s-in üzərinə artıq n vur k 10-u gələcəm. S olacaq 16. N bir vahid artır, k bir vahid azalır. Və yenə də şərt ödəndiyinə görə bu dəfə s-in üzərinə 12 gələcəm. S olacaq 28. N bir vahid artacaq, k bir vahid azalacaq. Və n çıx k yenə də 6-dan kiçikdir. Bu dəfə də yenə üzərinə 12 gələcəm. Bu olacaq 40. N bir vahid artıb, k bir vahid azalacaq. Və yenə də n çıx k 6-dan kiçik olduğu üçün s-in üzərinə bu dəfə 10 gələcəm. N-kanın hasilini və n bir vahid artıb, k bir vahid azalacaq. Və yenə də n çıx k 6-dan kiçik olduğu üçün yenə də s-in üzərinə n vur k-nı 6-nı gələcəm. S olacaq 56. N bir vahid artıb, k bir vahid azalacaq. Və artıq yox deyəcəm. Çünki n çıx k artıq 6-dan kiçik deyil. Onu da yoxa gedəcəm və bizdən s-i çıxışa verir. Doğru cavab 56.